Qazlı sulardan, duzlu qidalardan mümkün qədər uzaq olmalı, bol maye qəbul etməli və ən vacibi daş növünə görə təyin olunmuş, həkim tərəfindən verilmiş diyetaya uyğun qidalanması daş yaranma ehtimalını azaltmış olur. Hamiləlik zamanı böyrək daşları ciddi ağrıya və onunla yanaşı infeksiya səbəb ola bilir, böyrəkdə genişlənmə yarada bilir və bu bir sıra ciddi fəsadlara yol aça bilir. Odur ki, hamiləlik zamanı böyrək daşı varsa, mütləq zamanında addım atılmalı, gərəkirsə daşa uyğun müalicə və ya çıxarılması və ya stent qoyulması və sair həkim tərəfindən təyin olunmuş düzgün bir addım atılmalıdır. Bəli, böyrək daşları özləri düşə bilir, amma bu onun ölçüsündən asılıdır. Kiçik ölçülü daşlar, təxminən 5-6 milli olan ölçüdəki daşlar bol maye qəbulu və təyin olunmuş müalicə fonunda əksər hallarda düşə bilirlər, amma uzun müddət daşın böyrək və sidik yollarında qalması arzu olunmayan fəsadlara səbəb ola bilir. Böyrək daşı hansı ölçüdə təhlükəli sayılması onun yaratdığı fəsaddan asılıdır. Adətən 7 milli və üzərində olan daşlar əksər hallarda rahat düşə bilmədiyi üçün böyrəkdə genişlənməyə, infeksiyaya, ciddi ağrıya və bir sıra digər fəsadlara yol aça bilir.